Testlərdə əksər hallarda istifadə olunan bir fikir var. Ona aydınlıq gətirim sizin üçün. Deməli, belə bir fikir yazırlar testlərdə. Yazırlar ki, cümlədə kəsr sayı varsa, həmin cümlədə dadə şəkilçisindən istifadə olunması mütləqdir. Çünki kəsr saylarının yaranmasında dadə şəkilçisi istifadə olunur. Məsələn, yazıram 5-də 3. Doğrudurmu? 5'te 3 saydı, kesir saydı ve dade şəkilçisi istifadə olunmuşdur. Amma bu mütləq hökm deyil. Niyə? Yazıram ki, 5'te 3. Bu da kəsir sayıdır, düzdür? Yəni 5'te 3'ü rəqəm formasında, kəsir formasında, riyazi formada yazarkən orada dadə şəkilçisindən istifadə olunmur. Yəni cümlədə kəsr sayının olması həmin yazıda, həmin cümlədə dadə şəkilçisinin iştirak etdiyini təsdiq eləmir. Ola da bilər, olmaya da bilər. Əgər hərflə yazılıbsa bu formada dadə şəkilçisi iştirak eləyər, amma riyazi formada yazılıbsa 5'te 3, bu zaman artıq dadə şəkilçisindən istifadə olunmaz.